təqdim eləyəcək. Ehtiram Quliyev bugün çox xoşbəxt idi. Yəni görüntülərdən də onu görmək olardı. Çox sevinirdi. Sevincinin həddi, hüdudu yox idi. Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər Təlim Məşq Bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra Turan Tovuz klubunun idarə heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə açıqlama verib. Qolaz saytında, yəni belə bir xəbər gedib, yəni Qolaz saytında elə ekrana da gəldi. Yaxın 3 ildə Avrokuboklarda qrupa düşməyi hədəfləyirik Ehtiram Quliyevin açıqlamasıdır. Yəni bu əslində daha geniş danışır, deyir, yəni mümkünsə qrupa düşməyi hədəfləyirik. Maddi texniki bazamız o qədər geniş deyil. Tovuzdakı kompleksə və burada gördüyünüz bazaya çox böyük maddi vəsait xərclənib. Dayanıqlı inkişaf yolunu seçmişik. Çox asanlıqla bu pulu oyunçulara verməklə nailiyyətlər əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Artıq növbəti mərhələ haqda düşünməyin vaxtıdır. Yəni, aydın məsələdir ki, ortaya bir strategiya qoyulub və bu strategiyaya da işçilər klubda, yəni çalışanlar belə dəyişsə də, amma Ehtiram Quliyevin strategiyası, baxış bucağı dəyişməyib. Mərhələ-mərhələ. Yəni, futbol təbii ki, birdən-birə deyir, yəni inkişaf eləmək olmaz. Yəni, mərhələ-mərhələ getmək lazımdır. Necə baxırsan bu açıqlamaya? Yəni, 3 ildə, yaxın 3 ildə Avrokuboklarda bu templə davam eləyərsə, əgər Turan Tovuz qrupa düşə bilərmi? Yox, indi mən onu deyə bilmərəm. 3 ilə bu tempə uyğun olaraq komanda düşəcək, yoxsa yox deyir. Amma mənim üçün şəxsən Ehtiram Quliyevin bu cür işlər görməsi alqışa layiq məqam olduğunu qeyd eləməliyəm, alqışlamaq istəyirəm. Belə klub rəhbərinin olmasına görə, Azərbaycan futbolunda belə klubun olması və rəhbərinin olması. Həqiqətən də orada bir fikir də var və Ehtiram Quliyev bildirir ki, bu digər klublarımızın da istifadəsinə veriləcək, istismarına veriləcək. Onlar da istifadə edə biləcəklər bu bazadan. Bax, bu məqamda var. Yəni, bu klub əgər Avropada gələcəkdə iddialı komanda olmaq istəyirsə, nəzərə alır ki, bunu bayaq sən qeyd etdiyin məqam. Ora gələn legioneri həm də saxlamaq üçün sən mütləq şəkildə Avropada oynamaq üçün yaxşı legionerlərin olmalıdır. Legionerlərinin olması üçün onları Tovuzda saxlamaq da çətin məsələdir. Bax, bunu da nəzərə alırlar və ona görə Bakıda bir baza formalaşdırırlar ki, sabahları komandanın elə bir səviyyəsi ola bilər ki, onlar Bakıda məskunlaşa bilərlər və oyunu qeyib Tovuzda keçirə bilərlər. Əksər bu cür nümunələr çox olub, Qəbələ nümunəsi olub. Düzdür, yaxşı olar ki, klub öz yerində məskunlaşsın, amma sən ora Avropa səviyyəli futbolçunu gətirə bilmirsənsə, məcbursan başqa yollara əl atasan və klub hazırki o bazanı istifadə verməyini göstərir, onu göstərir ki, həqiqətən də komandanın məqsədi gələcəkdə Avrokuboklarda stabil çıxış edən bir komandanı formalaşdırmaq. Amma yəni görünən odur ki, bu heyətə çox ciddi əl gəzdirilməlidir. Alternativləri yoxdur demək olar ki. Bu ilk addımlardır Turan Tovuz. Bəli, yəni bu mövsüm 4-cü pillədə yer almaq, bu da tam deyil, çünki arzuluyorlar ki, Qarabağ finala çıxsın və ölkə kubokunu qazansın. Yəni bəlkə o təqdirdə... Yəni Qarabağ və ya Araz Naxçıvan. Bəli, Araz Naxçıvan. Digər yarımfinalçılardan heç biri qazanmasın. Bəli, məsələn, Neftçi arzulamazlar ki, Neftçi və ya Sabah udmasın.